Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin informatika müəlliminiz Aynurə Fətəliyeva. Keçən dəfə mən sizə Word-la bağlı bir sual paylaşmışdım. Demişdim ki, bunu cavablandırın. Mən sizə bunun izah videosunu çəkəcəm. Deməli, bugün o sualın izahını mən sizin üçün vermək istəyirəm. Deməli, o Word-la bağlı bir sual tipi idi. Onu da qeyd edim ki, abituriyent üçün istər olsun, istər müəllimlərin işə qəbulu, sertifikasiya və yaxud ki, magistr üçün son dövrlərdə bu tip praktiki sualların əhəmiyyəti böyükdür imtahanda. Nə istəyir bizdən? Deyir ki, kitab.docx mətin faylında yalnız bir ədəd informatika və bir ədəd kitab sözləri mövcuddur. Gəlin biz bir kitab.docx mətin faylı yaradaq və orada bir informatika, bir də kitab sözləri yerləşdirək. Mən sizin üçün bunu yaratmışam və gəlin biz nə iş görək? Deməli, burada bir ədəd kitab sözü, bir ədəd də informatika sözü yerləşdirək. Görək, buferimiz boşdur. Bunu da, baxın, fərqli sətirdə eləyək ki, rahat olsun, sərgəli görünsün. Biz bura qədər dediklərini icra elədik. Kitab.docx mətin faylındakı kitab sözü seçilərək Ctrl-C klavişlər kombinasiyası sıxılır. Yəni, biz əgər kitab sözünü seçsək və Ctrl-C desək, aydın məsələdir ki, onun təkrarını almış oluruq. Onu kopyalamış oluruq və o yerləşir mübadilə buferinə və həm də, baxın, həm mübadilə buferinə yerləşdi. Həm də ki, eyni zamanda olduğu yerdə qaldı, çünki biz onun təkrarını aldıq. Sonra, informatika.docx boş mətin faylında paste əmri icra edilir. Daha sonra biz gəlirik başqa bir fayla, informatika faylına və orada, baxın, bu boşdur bu fayl, gördüyünüz kimi. Və biz gəlib orada paste əmrini icra edəcəyik. Təbii ki, paste əmrini icra etsək, sonuncu dəfə buferdə olan element kursorun durduğu mövqeyə əlavə olunur. Baxın, paste əmrini icra edirəm və artıq kitab sözü bu faylda yerləşdirilmiş oldu. Daha sonra nə deyir? Deyir ki, kitab.docx mətin faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste əmri icra edilir. Yəni, qayıdırıq yenidən kitab faylına, hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste əmrini icra edirik. Təbii ki, bu o deməkdir ki, 3 dəfə kitab sözü yerləşəcək kitab faylına. Baxın, bir dəfə paste deyək, sonra ikinci dəfə paste deyək, üçüncü dəfə paste deyək. Davam edək. Deyir ki, sonra sonuncu söz seçilərək Ctrl-X klavişlər kombinasiyası sıxılır. Gənclər, Ctrl-X katdır da yer dəyişmə. Əgər mən sonuncu sözü seçib kat, Ctrl-X desəm, artıq bu mətin fraqmenti yerini dəyişəcək, yəni olduğu yerdə qalmır və buferə yerləşir. Baxın, olduğu yerdə qalmır və buferdədir. Sonra nə deyir bizə? Deyir, sonra informatika.docx mətin faylında hər dəfə yeni sətirdən başlayaraq 2 dəfə paste əmri icra edilir. Gəlirik biz informatika faylına, hər dəfə yeni sətirdən başlayırıq və nə iş görürük? 2 dəfə paste əmrini icra edirik. Təbii ki, yerləşdirəcək bu faylın daxilinə. Paste, bir dəfə də paste deyək və vəssalam. Deyir ki, nəticədə kitab.docx və informatika.docx mətin fayllarında neçə söz əks olunar. Gəlin baxaq. Bu bizim gördüyünüz kimi kitab faylımızdır. Görək burada neçə söz əks olunub. 1, 2, 3, 4. Burada da status barda vəziyyət sətrində görürük ki, 4 söz var bu mətin faylında. Sonra gəlin informatika faylına baxaq. Buradan da görürük ki, bu informatika faylında kitab. 3 dənə kitab sözü var, yəni 3 söz var. Buradan da zaten görürsünüz siz. Deməli, bizim kitab faylımızda 4 dənə söz, informatika, buranı biraz sərgəli eləyim. Baxın, bizim kitab faylımızda 4 dənə söz, informatika faylımızda isə 3 dənə söz olmuş oldu. Sualın doğru cavabı beləliklə Y variantı. Bəs yaxşı, deyirsiniz ki, müəllim, orada bizim Word-ümüz olmayacaq. Biz bunu kitabça üzərində necə belə desək ki, ifadə edək, necə yazaq? Gəlin, mən bunu sizə göstərim. Deməli, baxaq. Siz 2 dənə fayl yaradırsınız. Biri kitab faylı, biri də informatika faylı. Yazıram. Və bir dənə də bizim mübadilə buferimiz olsun. Bu isə bizim mübadilə buferimizdir.
Deməli, bizə deyir ki, kitab faylında bir dənə informatika, bir dənə kitab sözü var. Yazaq bura bir dənə informatika, bir dənə də kitab sözü. Aha. Sonra kitab.docx mətin faylındakı kitab sözü seçilərək Ctrl+C klavişlər kombinasiyası çıxılır. Yəni, bu o deməkdir ki, mən əgər kitab sözünü seçib Ctrl+C desəm, artıq mən bunu kopyalamış oluram. Yəni, o düşür artıq mübadilə buferinə. Sonra, mən gəlib informatika faylında paste əmrini icra etsəm, artıq buferdə olan kitab faylı yapışır informatika faylına. İnformatika. Aha. Sonra, daha sonra kitab.docx mətin faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə paste əmrini icra etdim. Məlum məsələdir ki, ən son buferdə kitab faylı var. Əgər 3 dəfə paste əmrini icra etsəm, mən kitab faylına 3 dəfə kitab sözünü yerləşdirmiş oluram. Aha. 3 dəfə paste əmrini icra etdim. Sonra deyir ki, sonuncu söz seçilərək, yəni bunun rəngini dəyişək. Sonuncu söz budur. Əgər rəngi dəyişmədi. Aha. Bu sözü seçərək deyir Ctrl+X klavişləri kombinasiyası çıxılır. Bayaq gördük ki, Ctrl+X cut deməkdir. Yəni, mətin fraqmentini olduğu yerdən götürür, yapışdırır buferə. Burada da kitab sözü vardı ya, artıq orada görünmür ikincisi. Baxaq. Deməli, və sonra informatika.docx mətin faylında hər dəfə yeni sətirdən başlayaraq 2 dəfə paste əmri icra olunur. Ən son buferdə yenə kitab sözüdür. Əgər informatika faylına gəlib 2 dəfə paste desəm, mən artıq 2 dəfə kitab sözünü informatika faylına yapışdırmış oluram. Aydındır? Və deyir ki, nəticədə kitab və informatika faylında neçə söz əks olunar? 1, 2, 3, 4. Kitab faylında 4 dənə, 1, 2, 3. İnformatika faylında isə 3 dənə söz yerləşmiş oldu, 3 dənə söz əks olunmuş oldu. Bu şəkildə kitabçada bunu sərgəli bu şəkildə yerləşdirib yaza bilərsiniz. Ümid edirəm ki, sualın izahı aydındır və kim aydın olmasa mütləq rəylərdə qeyd eləsin. Növbəti videolarda görüşmək ümidi ilə. Əgər video sizin üçün faydalıdırsa, dostlarınızla bölüşün, bəyənin və çox insana çatmağına kömək olun ki, mənim üçün də həvəs olsun ki, sizə yeni videolar çəkim. Beləliklə görüşərik. Növbəti videolarda özünüzə yaxşı baxın.